Tabanca'nın gücüne yaxşı bələdəm. Bilirdim ki, Ərəblər arasında Əlidən başqa məni öldürən olmayacaq. Üzünə tüpürdüm ki, dişimi tez qurtarıb məni öldürəsən. Məni bu əzabdan, cəmaatın istehzalı baxışlarından qurtar, rahat elə. Biz Əhl-i Beyt Allahın rizasından başqası üçün heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allahın razılığından üstün tutmuş olardım. Biraz var gəl eləyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allahın adı ilə, onun əmrinə görə öldürürəm. Hala qaçışsınız ay qorxaqlar! Qalın, döyüşün! Əlinin xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Əli! Əli! Yaxşı qulaq as mənə ey Əbu Talibin oğlu. Sənə olan qəzəbim sonsuzdur. Qılıncımın zərbəsini dadmağa hazırla özünü. Bu elədiyindən sonra ömrüm boyu sənə düşmənəm. Eşitdin dediklərimi? Bundan sonra sənə düşmənəm. Əbu Sufyan nəyə görə əlindən bu qədər yanıqlıdır? O bu sözləri Rəsulullaha deməli idi. Əbu Sufyan döyüşmək fikrindən daşınsa da, onun şeytan kimi böyük düşmən ürəyi var. Dünya durduqca mənə və mənim nəslimə düşmən olacaq. Sizi and verirəm Allaha. Deyin görüm aranızda məndən başqası varmı ki, Peyğəmbər onun haqqında desin, ya Əli, səni yalnız mömin sevər. Səninlə yalnız kafir düşmən olar. Düzdür, doğru deyirsən. Heç bir şübhə yoxdur ki, bu haqq sözdür. Vallah yox, vallah yox, vallah yox. Ya Əli, bu kəlam yalnız sənin haqqındır. Dediklərinin hamısı haqdır ya Əli. Əbül Əsvəd bir daha Yəhudi olmaz. Mən artıq müsəlmanam. Müsəlman! Allahu Akbar! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! İndi səni də cəhənnəmə göndərərəm. Kes sesini! Götürün. Aç değildiyiz. Yiyin. Hiç olmasa açlığınızı bir kadar azaldar. Bilin ki bizim harisimiz, merhebimiz var. Ey Muhammed, ağlını başına topla, sağ salamat çık git. Bura Xeybərdir. Bura Xəndək deyil. Bura sənin üçün Öğüd və Bədir də deyil. Bura Xeybərdir. 10.000 cəngavər ətlimiz var. Dediklərimi eşitdin Muhammed? Ağıllı ol, çık git buradan.
Muhammed, hardasan? Mən Harisəm. Muhammed, adamlarını topla, tez get buradan. Yoksa sana öyle bir zərbə vuraram ki, heç vaxt yadımdan çıxmaz. Ha! Muhammed, eğer benimle yüzleşmeye adamın varsa gönder gelsin. Sizi and verirəm Allaha. Mənə deyin görüm, Xeybər döyüşündə hamınız pərakəndə düşüb döyüş meydanından qaçdığınız zaman Rəsulallah buyurmadı ki, sabah bayrağı elə şəxsə verəcəyəm ki, Allahı və Peyğəmbərini sevir. Allah və Peyğəmbər də onu sevirlər. Allah qalanı onun əlləri ilə fəth eləyəcək. Bəli, ya Ali. Allaha and olsun ki, bu belədir. Aferin size yiğitler. Muhammed'den narahatam Haris. Onun bugünkü davranışına bak. Ordunun başında tek kalıp bayrak da özündedir. Narahat olma. Bu qala digərlərindən fərq eləyir. Həm də biz bir neçə cəhətdən Muhammedin ordusunu üstəliyirik. Amma o artık qalalarımızdan 5'ini ələ keçirir. Muhammedin bütün ordusu yalnız elə bu gördüyündür. Biz onun ordusundan 8 dəfə artığıq. Qılınclarımız, qalxanlarımız, neyzələrimiz. Çoxlu döyüş sursatımız var. Bütün bunlara baxmayaraq mərhəbin qılıncı hələ də qınındadır. Mənə de görün bu vaxtacan mərhəblə mənim qabağıma çıxan olub. Ey Haris, sen çok döyüşlerde vuruşmusan. Çok koşunları tarımar eləmisən. İndi də bütün Yahudilerin gözü sənə tikilib. Əli hardadır? Gözümə dəymir. Əli qoşunun arasında deyil. Onu qoşun üçün çörək hazırlayanda gördüm, ya Rəsulallah. Burada qoşun üçün çörək pişirməyə səndən başqa adam yoxdur? Rəsulallah məni sənin ardınca göndərdi. Xeybər qalası dayanmadan səni səsləyir. Muhammed Əlinin ardınca adam gönderip. Əlinin? Bəli, Əlinin. Əli ibn Əbu Talibin. Əli ibn Əbu Talib.